Bismillahirrahmanirrahim. Salam əziz izləyicilər. Zülmətdən nura doğru verilişimizdə hər birinizi xoş gördük. Məhərrəm ayı dinimizdə, İslam tarixində çox əhəmiyyətli bir aydır. Hətta cahiliyyət dövründə belə bu ayın hörməti saxlanılırdı. Amma bilirsiniz ki, bu ayda məlum Kərbəla hadisəsi bu ayın 10-cu günü Aşura günündə İmam Hüseyn əleyhissalamın şəhadəti baş vermişdi. Özünün və yaxınlarının, əzizlərinin, səhabələrinin şəhadətə çatdığı bir aydır. Hicri qəməri tarixi ilə 61-ci ildə bu Aşura hadisəsi baş verəndən sonra Əhl-i Beyt sevər insanların ürəyində bu ayın xüsusi bir yeri oldu və dediyimiz kimi həm cahiliyyət dövründə, həm də Kərbəla hadisəsi baş verəndən sonraki dövrdə bu ayın müsəlmanların, möminlərin qəlbində xüsusi bir yeri oldu. Və Məhərrəmlik ayı ümumiyyətlə xalqımızın, millətimizin, Azərbaycan xalqının ürəyində də xüsusi yeri var və belə demək mümkündür ki, Azərbaycan xalqı tarixən İmam Hüseyn əleyhissalama və eyni zamanda da Məhərrəmlik ayına xüsusi diqqət yetirib və bu ay daxil olanda ürəklərə bir qəm çökür. Bu da təbii ki, Peyğəmbər Əhl-i Beytinin müsibətinə görədir və bu özü bir dəyərdir. Həm müsəlmanlar üçün, həm də Azərbaycan xalqı üçün həqiqətən də bir dəyər sayılır. Belə demək mümkündür ki, Məhərrəm ayı insan ağlının və düşüncələrinin, eyni zamanda da insanın duyğu və hisslərinin baharı ayıdır. Yəni, bu ay gələndə insanın o insani duyğuları aşkar olur, mərhəmət hissi, şəfqət hissi, yardımlaşmaq, ehsan etmək və imam adına məclislər təşkil etmək, imam adına süfrələr vermək. Bax, bu xüsusi bir gözəllikdir. Məhərrəm ayında möminlərin tərəfindən icra olunur. Məscidlərdə, evlərdə, Hüseyniyyələrdə insanların bir-biri ilə yardımlaşması, məclislər təşkil etməsi bu həqiqətən də bir həm milli sərvətimizdir, həm də hər bir müsəlman üçün mənəvi bir sərvət sayılır. İmam Hüseynə olan eşqi bildirmək, İmam Hüseyn əleyhissalama olan sevgini izhar eləmək, Peyğəmbər Əhl-i Beytinə olan hörmət, bax, bütün bunlar Peyğəmbərimizin Əhl-i Beytinə olan ehtiramın, sevginin əlamətidir. Ümumiyyətlə, bir başqasının sevincinə sevinmək, qəminə şərik olmaq, bu insani dəyər sayılır, bu insani hiss sayılır. Əgər insan sadəcə öz ağrısını, sadəcə öz sevincini başa düşürsə, bu sadəcə bir canlıdır. Amma başqasının sevincinə, başqasının qəminə şərik olmaq və onun ağrısını hiss eləmək, bu artıq insanlıq deməkdir. Allahımızın da bizdən istəyi nədir? Qur'anı, dini nazil etməkdən. İstəyi budur ki, bizim o insanlıq həyatımız ki var, adi, təbii həyatımızdan əlavə ki, o digər canlılara da məxsusdur, fitri, ilahi bir həyatımız ki var, hansı ki o insanlıq həyatıdır, o aşkar olsun. Çünki insan sadəcə bir canlı deyil, o həm də insandır, o ali bir varlıqdır. Onun aliliyindən də biri budur ki, başqasının qəminə şərik olmağı bacara, başqasının ağrısını hiss eləməyi bacara, başqasının sevincinə sevinməyi bacara və bu insanın insanlığının, kamilliyinin nümunəsi sayılır. Hələ nəzərə alsaq ki, bu başqası Peyğəmbər ola, Peyğəmbərin pak Əhl-i Beyti ola, Həzrəti Fatimə-i Zəhra salamullahi əleyha ola, Həzrəti Əli ola, İmam Həsən, İmam Hüseyn əleyhimüssalatu vəssalam ola. Yəni, onların şad gününə şadlanmaq, qəm gününə qəmlənmək necə bir dəyər sayıla bilər? Söhbət yəni burada sıradan bir sadə insandan, adi insandan getmir. Bəli, biz əgər bir insan olaraq, müsəlman olaraq, bir xalq olaraq Peyğəmbər Əhl-i Beytinin bax bu müsibətli gününə
ki, Məhərrəm ayında bu baş verib, İmam Hüseyn əleyhissalamı və onun əhli əyalını faciəvi surətdə şəhid eləyiblər və əsir götürüblər bir çox doğmalarını, övladlarını, qız gəlinləri. Bəli, bu artıq insan bu hadisəni eşidəndə, bu hadisənin baş verdiyi məkana, baş verdiyi zamana daxil olanda, əgər insanda müəyyən təsirlər görsənirsə, əgər insanda müəyyən reaksiyalar, münasibətlər hiss olunursa, bu gözəl bir haldır. Bu, insanlığa qarşı, belə deyək, hörmətin əlamətidir. Peyğəmbərin həm də Əhl-i Beytinə sevgisinin nişanəsi sayılır ki, Quran-ı Kərim Şura surəsi 23-cü ayədə buyurur ki, mən Peyğəmbər insanlara de, mən əziyyətimin müqabilində, Peyğəmbərliyimin qarşılığında heç bir müzd istəmirəm sizdən, yalnız və yalnız mənim yaxınlarıma, Əhl-i Beytimə məhəbbət və sevgidən başqa. Yəni, Peyğəmbərimizin nübüvvətinin, risalətinin müzdi onun Əhl-i Beytinə olan məhəbbətdir, sevgidir və hörmətdir. Bəli, onların şad gününə şadlanıb, qəm gününə qəmlənmək də həmin o sevginin və məhəbbətin nişanəsi sayılır. Adama deyərlər ki, sən Peyğəmbər Əhl-i Beytini sevməyi nədə göstərirsən? Bax, o göstəricilərdən biri budur. Yəni, göstəricilər çoxdur. Biri də bundan ibarətdir. Yəni, ürəyində sevgi olan bir şəxs, ürəyində məhəbbəti olan bir şəxs mümkün deyil ki, onu büruzə verməsin sevdiyinə qarşı. Məhərrəm ayı belə bir aydır. Necə Ramazan ayı Allah ayı sayılır, Məhərrəm ayı da Allah dostunun ayıdır. Ramazan ayında, belə deyək, Allaha inanan insanlar, mömin insanlar Allahın ayının hörmətini saxlayırlar. Allahın ayının hörmətini saxlamaqla onun ayinini icra edirlər, oruç tuturlar. Allah dostunun ayı da həmin bu Məhərrəm ayıdır. Aylar içərisində ümumiyyətlə Zilhiccə ayı da. Məsələn, Həzrəti İbrahim Peyğəmbərin imtihanının verildiyi bir aydır. Qurban bayramı Zilhiccə ayının 10-unda ki, Məhərrəm ayından düz bir ay qabaq, Zilhiccə ayının 10-unda İslam dünyasında bir hadisə baş vermişdi. Daha doğrusu İbrahim Peyğəmbərin həyatında ki, İslamdan da qabaq. Bilirsiniz ki, İbrahim Peyğəmbər Peyğəmbərimizin babası sayılır. Yəni, Peyğəmbərimiz Həzrəti İbrahim Peyğəmbərin ailəsi sayılır, zürriyyəsi sayılır. Ki, İsmail Peyğəmbər Peyğəmbərimizin babası sayılır və bilirsiniz ki, bu ay da əlamətdar bir ay kimi, Allah dostuna məxsus olan bir ay kimi, Zilhiccə, Həcc ayı, Allah evinin ziyarəti ayı kimi müsəlmanların həyatında var və Zilhiccə ayı daxil olanda həm insanlar Allahın evinə ehtiram əlaməti olaraq ziyarətə gedirlər. Həm Allah dostunun ayinini icra edirlər, yəni qurbanlıq kəsirlər. Həzrəti İbrahim Peyğəmbərlə bağlı olan bir aydır Zilhiccə ayı. Məhərrəm ayı da Allah dostuna bağlı olan bir aydır. İmam Hüseyn əleyhissalama məxsus bir aydır ki, matəm ayı kimi, əzadarlıq ayı kimi qeyd olunur və Həzrəti İbrahim Peyğəmbər necə Minada imtihan verərək oğlunu qurban kəsməyə hazır oldu, Həzrəti İmam Hüseyn əleyhissalam da Kərbalada bu imtihanı verdi və övladlarını İslam yolunda fəda elədi Allaha və dinə. Bu, Həzrəti İmam Hüseyn əleyhissalamın fədakarlığıdır. Necə müsəlmanlar Həzrəti İbrahimin fədakarlığını qeyd eləyirlər, yad eləyirlər, Həzrəti İbrahimin tikdiyi evi ziyarət eləyirlər və müsəlmanlar Həzrəti İmam Hüseyn əleyhissalamın da həmin o Kərbalada tikdiyi həqiqət binasını, Kərbalanı ziyarət eləyirlər və Kərbalada olan fədakarlığı qeyd eləyirlər. Nə cür qeyd eləyirlər? Bax, həmin məclislər təşkil etməklə, əza saxlamaqla, mərsiyələr deməklə, İmam Hüseyn əleyhissalamın şəninə şeirlər və digər, belə deyək, ədəbi nümunələr
göstərməklə, şeir deməklə İmam Hüseyn əleyhissalama olan eşqlərini izhar eləyirlər. Və bu da təbii bir haldır, normal bir haldır və belə də olmalıdır. Ona görə də Məhərrəm ayı İmam Hüseyn əleyhissalama məxsus bir ay olduğu üçün bu ay daxil olanda müsəlmanlar, möminlər qəribə bir əhval-ruhiyyədə olurlar. Necə ki, mən söhbətimin bu yerində İmam Rıza əleyhissalamdan bu ay daxil olanda Rəyyan ibn Şəbib adlı səhabəsinə buyurduğu bir neçə kəlamı sizin nəzərinizə çatdırıram. Rəyyan ibn Şəbib deyir ki, Məhərrəm ayının əvvəli idi, mən İmam Rıza əleyhissalamın yanına daxil oldum və İmam Rıza əleyhissalam bu ayın haqqında buyurdu ki, Rəyyan ibn Şəbib, bu elə bir aydır ki, cahil ərəblər bu ayın hörmətini saxlayırdılar və əgər müharibə eləyirdilərsə bir-birləri ilə, bu ay daxil olanda müharibəni saxlayardılar. Amma bu cahil insanlar, yəni Peyğəmbərin ümmətindən bir dəstə insanlar bu ayın hörmətini belə saxlamadılar o cahil ərəblər kimi, İslamdan qabaqçı dövrdə olduğu kimi. Yəni bunlar İmam Hüseyn əleyhissalamın mübarək başını bədənindən ayırdılar. Necə qurbanlığı kəsərlər, İmam Hüseyn əleyhissalamı da bu ayda sanki qurbanlığı kəsən kimi mübarək başın bədənindən ayırdılar. Yəbnə Şəbib, in kunta bakiyən li şeyin, mən müəyyən hissələrini oxuyuram hədisin. Əgər ağlamaq istəyirsənsə, fəbkilil Hüseyn ibn Ali, ağla Hüseyn ibn Aliyyə. Fəinnəhu zubihə kəma yuzbəhul kəbiş. Qurbanlıq kəsilən kimi İmam Hüseyn əleyhissalam zibh olundu. Və qutilə mə'hu min əhli beytihi 18 rəculən, 18 kişi onun əhli beytindən şəhid oldu. Mə ləhum fil ardı şəbihun, ki onlar kimi yer üzündə insan yox idi, onlara bənzər insanlar yox idi, elə şəxsiyyətlər idilər onlar. Əli Əkbər ağa, Əbəlfəzl ağa ki, bunlar hamısı İmam Hüseyn əleyhissalamın qardaşları, övladları. Və ləqəd bəkətis səmavatus səb'u vəl-ərd liqətlih. İmam Hüseyn ağanın qətli üçün, şəhadəti üçün 7 göy və 7 yer ağladı. Və ləqəd nəzələ fil ardı minəl mələikə 4000 li nəsri. 4000 mələk İmam Hüseyn əleyhissalama kömək məqsədi ilə yerə indi. Fəvəcəduhu qad qutilə, artıq onun qətlə yetirildiyini gördülər. Fəhumə ində qəbrihi şu'thun qubrun ilə ən yəquməl qaim fəyəkununa min ənsari. İmam Zaman əleyhissalam qiyam eləyənə qədər həmin mələklər ağlayan halda, tozlu halda İmam Hüseyn əleyhissalamın qəbrinin yanında dayanarlar və onun köməkçilərindən olarlar İmam Zaman ağa zuhur eləyəndə. Və şüaruhum ya ləsaratil Hüseyn, şuarları da, sözləri də ya ləsaratil Hüseyn olar. Yəni İmam Hüseyn əleyhissalamın qanını almaq, intiqamını almaq. Yəbnə Şəbib, in bəkəytə aləl Hüseyn həttə təsirə dumu'ukə alə xəddəyk, qəfərəllahu lək kullə zənbin əznəbtəh, səğirən kana əv kəbirən, qalilən kana əv kəfirən. Ey Şəbibin oğlu, əgər İmam Hüseyn əleyhissalama ağlasan ki, gözünün yaşı gəlib sənin yanaqlarına tökülə, Allah sənin bütün günahlarını, kiçik olsun, böyük olsun, az olsun, çox olsun, fərqi yoxdur, bağışlayar. Ey Rəyyan ibn Şəbib, əgər İmam Hüseyn əleyhissalama ağlasan, Allah sənin günahlarını bağışlayar. Əgər istəyirsənsə ki, Allahla elə bir halda görüşəsən ki, səndə günah olmasın, İmam Hüseyn əleyhissalamı ziyarət et. Əgər behişt bağlarında qərar tutmaq istəyirsənsə, Peyğəmbər və onun əhl-i beyti ilə bahəm olmaq istəyirsənsə, İmam Hüseyn əleyhissalamı öldürənlərə lənət oxu. Ey Şəbibin oğlu, əgər istəyirsənsə ki, sənin savabın Həzrət İmam Hüseyn əleyhissalamın yanında şəhid olanların savabı qədər olsun, onları yad eləyəndə bu sözü de. Ya ləytəni kuntu ma'ahum fəəfuzə fəvzən azima. Kaş mən də sizlə bir yerdə olardım və siz çatan feyzə mən də çatardım.
İmam Hüseyn əleyhissalamı yad etməyi, İmam Hüseyn əleyhissalamı ziyarət etməyi, İmam Hüseyn ağaya ağlamağı İmam Rıza əleyhissalam Rəyyani bin Şəbibə və onun timsalında bütün müsəlmanlara, möminlərə tövsiyə eləyir və o savabların İmam Hüseyn əleyhissalamın əzasında, İmam Hüseyn əleyhissalama axıdılan göz yaşında qərar tutduğunu İmam Rıza əleyhissalam bizə bəyan eləyir. Həqiqətən də Məhərrəm ayı daxil olanda insanlar belə deyək, günahlardan çəkinir. Məhərrəm ayının İmam Hüseyn əleyhissalamın əzasının insanın ruhunda çox böyük tərbiyəvi təsirləri var ki, biz necə sözümün əvvəlində dedim, biz bunu cəmiyyətdə görmüşük ki, Azərbaycan xalqının Məhərrəmlik ayında İmam Hüseyn əleyhissalama xüsusi məhəbbətləri olar və hətta müəyyən günahlardan belə cəmiyyətdəki bəzi bir çox insanlar günahlardan çəkinərlər. İmam Hüseyn əleyhissalamın eşqinə və bu çəkinmək də elə onlarda sonradan daimi bir çəkinmə halın yaradar və nəticədə də hidayət olarlar. Biz nə qədər şahidi olmuşuq ki, məhz Məhərrəmlik ayında bir çoxlarının hidayət olması, məhz İmam Hüseyn əleyhissalamın vasitəsilə, əzası vasitəsilə, məclisləri vasitəsilə bir çox insanlar hidayət olublar. Allah bizi Məhərrəm ayında İmam Hüseyn əleyhissalamın həqiqi dostlarından və həqiqi İmam Hüseyn ağaya əza saxlayanlardan qərar versin. Vəssalamu aleykum və rəhmətullah və bərəkatuhu.